Kahramanlarımızı, şehitlerimizi unutmamak ve unutturmamak. Onda hələ İstiqlal marşı yazılmamışdı. Onda hələ Türkiyə Cumhuriyyəti qurulmamışdı. Amma 18 mart 1915-ci il Çanakkale zəfəri ilə Türkiyə imperializm təfəkküründən azad olub, yeni cumhuriyyət, güclü Türkiyənin özəyini qoydu. Və məhz 18 mart 1915-ci il Türkiyənin Çanakkale zəfəri bugün Azərbaycan Dillər Universitetində xüsusi təmtəraqla anıldı. Türkiyənin zəfəri Azərbaycanın zəfəridir. İki qardaş ölkənin uğuru bərabər olaraq dünyaya səs salacaq ifadələri bugün xüsusi rəğbətlə eşidildi. Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Kəmal Abdulla bildirdi ki, Çanaqqala döyüşü bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən şərəfli tarixdir. Bu döyüşdə canlı şəhid edənlərə, bu döyüşü Türk Cumhuriyyəti üçün deyil, bütün Türk dünyası üçün qazananlara dərin minnətdarlıq hissimizi bugündə yaşayırıq. Türkiyənin ölkəmizdəki səfirinin dini məsələlər üzrə müşaviri İhsan Açıq isə bildirdi ki, Çanaqqala zəfəri bütün Türk dünyasının qələbəsidir. Azerbaycan'da, Bakü'de Çanakkale zaferini kutlamak, Çanakkale zaferi ruhunu burada yaşatmakla ilgili bir güzel bir program var. Ben çok teşekkür ediyorum programa. Hem üniversitemize hem liseye çok teşekkür ediyorum. Bize düşen şu, o Çanakkale ruhundaki o eşsiz o güzelliği, o ruhu yeni nesillerimize aktarabilmek, kahramanlarımızı, şehitlerimizi unutmamak ve unutturmamak. Belki son cümle olarak şu söylenebilir: İyi ki var Azerbaycan, iyi ki var Türkiye. İstanbul Liseyinin müdürü Səmaya Turabxanlı isə zəfər sevincini əsl pedaqoq kimi ifadə etdi, bildirdi ki, müəllim kimi vəzifə öhdəlikləri bu şərəfli tarixi gələcək nəsillərə ötürməkdir. Əminəm ki, bu zəfər təkcə Türkiyə üçün deyil də, bütün Türk dünyası üçün çox önəmli bir zəfərdir. Tariximizi, mədəniyyətimizi, əsas olan Türk tariximizi aşılamaqla böyük qürur hissi keçirdirik. Məqsəd burada şagirdlərimizin öz milli mənəvi dəyərlərimizlə birlikdə böyüməyi və təhsil almağıdır. Bizim liseydə şagirdlərimiz 4 bölmədə təhsil alır. Azərbaycan, Rus, Türk və İngilis bölməsində. Amma bölmədən asılı olmayaraq aldıqları təhsilin dilindən asılı olmayaraq onlar türkdülər, türkçüdülər və biz bunları belə yetişdirməyə qərar vermişik və bununla çox böyük qürur duyuruq. Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bədii mədəni proqram təqdim olundu. Zəfərlərin daimi, varlığın əbədi olsun qardaş Türkiyə.